Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Uca Rabbimiz Haşr suresi 18. ayda buyurur ki: "Ya eyyuhellezine amenuttaqullah vel tenzur nefsun ma qaddemet ligadin. İnnallaha habirun bima ta'malun." Ey iman gətirənlər, Allahdan haqqı ilə qorxun və sabah üçün nə hazırladığınıza baxın. Şübhəsiz ki, Allah Azze ve Celle etdiklərinizdən xəbərdardır. İmam Bəğəvi Rahiməhullah ayətin sabah üçün, o sabahın nisbəti barədə buyurur ki, burada Allah Azze ve Celle qiyamət gününü bizlərə bildirir ki, yəni qiyamət günü üçün, o gün üçün insanlara həqiqətlərin üzə çıxacağı günlərdə, həmçinin əbədiyyətə qovuşacağımız günlərdə, əbədi cəhənnəm və ya əbədi cənnətə qovuşacağımız günlərdə o gün üçün nə hazırladınız, hansı azuqələri hazırladınız, onlara baxın buyurur. Və davamında İmam Bəğəvi Rahiməhullah buyurur ki, səni qiyamət günü xoşbəxt edəcək azuqələr mi hazırlamısan, yoxsa səni qiyamət günü bədbəxt edəcək əməllər mi hazırlamısan? Həmçinin İbn Kəthir Rahiməhullah buyurur ki, hesaba çəkilmədən öncə nəfsinizi hesaba çəkin, deyir Allah Azze ve Celle. Ayəti İbn Kəthir Rahiməhullah bu şəkildə izah edir. Yəni, qiyamət günü əməllərin ərz olunacağı gün gəlmədən öncə bu dünya həyatında nəfsinizi hesaba çəkin ki, öz nəfsinizin eyiblərini üzə çıxardın. Və nəfsin hesaba çəkilməsi ilə bağlı İbn Qeym Rahiməhullah buyurur ki, şübhəsiz ki, mühasəbə insanın öz eyiblərini, öz səhvlərini saymasıdır, öz səhvlərini və eyiblərini görməsidir. İnsan nəfsini bu dünya həyatında hesaba çəkəcək ki, öz eyiblərini təsbit eləsin və eyiblərindən sonra tövbə edib Rəbbinə yönəlsin ki, qiyamət günü həmin eyiblərə görə sorğu-sual olunmasın. Allah Azze ve Celle bize eşitib faydalanan qullarından etsin. Əmin və elhamdülillahi rabbil alemin.